Gəldik. Gəncə şəhərində İmamzadəni də ziyarət elədik. Gördüyünüz kimi gözəl məsciddir. Namazlarımızı qıldıq. Böyük kompleksdir. İnşallah buradan çıxırıq. Gedirik digər ziyarətgaha. Allahın izni ilə Beyləqana gedəcəyik. Cərciz Peyğəmbərin. Yəni inşallah ziyarətgahına gedəcəyik. Orada da oranı ziyarət edəcəyik Allahın izni ilə. Allah hamıya nəsib eləsin. Bu gördüyünüz məkanda İmam Baqir Əleyhisselamın övladı İbrahimin Əleyhisselamın qəbrini ziyarət eləmək, dua eləmək inşallah hamıya nəsib olsun. Amin. Gedirik artıq. Bu da buranın qoruyucusudur. Bu da buranın quşlarıdır. Burada da belə yəni gördüyünüz formada. Baxın. Xanımlarla gəlmişik. Ziyarətimizi elədik. Allahın izni ilə gedirik. İnşallah gedirik növbəti ziyarətgaha. Bugünlük bu qədər. Çəkilişlərimiz davam eləyəcək. Allah gəlmək istəyib gələ bilməyənlərdən nəsib eləsin inşallah. Amin.